اهل بیته الطیبین الطاهرین المعصومین المکرمین سیما بقیت الله فی الارضین ارواحنا له الفدا. اعوذ بالله من الشیطان الرجیم. رب اشرح لی صدری و یسر لی امری واحلل عقدة من لسانی یفقهوا قولی. اللهم انطقنا بالهدى و الهمنا التقوی. oruç meselelerinden bu mesele değildi. İndi bir balaca dubara arz edirəm və kamil olsun ki, əgər bir fərdin boynunda vacib qusl ola, misli qusl cənabət, bu gərək əzandan, sübh əzanından qabaq qusl eləyib və pak ola. Və əgər əmdən qusl eləməsə, orucu batildir. Ramazan ayının qəzası da belədir. İndi qəza orucu tutur. Boynunda quslu var, sübh əzanından qabaq gərək quslunu eləmiş ola, qurtula. Əgər eləməsə, o günün orucu oruc olmaz. Əgər Ramazan ayında gecə boynuna quslu gələr, amma sübhə kimi qusl eləməyə, amma qusl eləməməyi əmdi olmaya, əmdən qusli tərk eləməyə. Manəndə bu ki, məsələn, yuxu aləmində boynuna quslu gəlibdir, elə sübh əzanına kimində bəxti gətirib yuxuya qalıbdır bu. Bəs sübh əzanında yuxuya qalıbdır, gedib qusl eləyənməyib. Yuxu aləmində boynuna quslu gəlib. Elə o yuxunun davam olubdur, əzan da soğulubdur. Orucunun işğalı yoxdur. Çünki ayıq dəyirdi ki, belə olmayıb ki, quslu əmdən tərk eləsin. Quslu əmdən tərk eləməyibdir. Hala elə Ramazan ayının qəzasında da ağa bunu buyur ki, yox, Ramazan ayının qəzasında əgər səhvən də quslu tərk olsa, orucu binabər ehtiyat batildir. Bu əndazə kafidir. İnşallah elə bu cür buna bənzər neçə dənə cinə neçə məsələ var. İnşallah deyilər xidmətlərizə. Qabaq günlər Qur'anın sifətlərinə raci Allahın öz kəlamında və Qur'anda danışıldı. Əmirəl-Mömininin fərmayişlərində Nəhcül Bəlağədə Qur'anın sifətlərinə raci danışıldı və bu irtibatda əlbəttə ayrı bəhsdə var idi ki, sovuldu. İndi bir balaca tilavətə raci, qiraətə raci neçə dənə nüktə ərz olunur ki, Ramazan ayı Qur'an ayıdır da, Qur'an bu ayda nazil olub. Qur'an oxumağa bizim dinimiz, bizim Qur'anımız, bizim əhl-i beytidən varid olan hədislərimiz çoxlu sifariş eləyib, xüsusən Ramazan ayında. Xüsusən Ramazan ayında ki, Peyğəmbər İslam o xutbəsində buyurdu, bu ayda, Ramazan ayında bir ayə Qur'an oxumağın səvabı bərabərdir bütün Qur'anı oxumaqla ayrı aylarda. Bir Qur'anda, ayat-ı Qur'anda həm Qur'an oxumağa əmr olubdur. Surə-i Müzzəmmildə 20-ci ayədə 2 dəfə fəqrəu mə təyəssərə minəl Qur'an. 2 dəfə bu gəlib. Nə qədər eləyə bilirsiniz Qur'an oxuyun. Bu əsl Qur'an oxumağa dəvətdir. Ayrı ayətdə var ha. Bəzi ayətdə
Quran oxumaq nə şəkildə olsun ona dəvət eləyibdi. Quran oxumaq nə şəkildə olsun. Var ki, vərəttiləl Qur'anə tərtila ki, باز سوره müzzəmmildə 4-cü ayədədir. Vərəttiləl Qur'anə tərtila. Burada şəkil Quran oxumağı deyir. O qabaqçı ayətdə dedi Quran oxuyun. Təşviq elə Quran oxumağı. Bu ayədə şəkil Quran oxumağı deyir. Ayrı ayətdə də bazı Qur'anın oxumağına racə bazı ayrı təzəkkürü vardı ki, Qur'an oxumaq توأم با تدبر olsun, توأم با fikr olsun, o ayatın mənasını bilaq, o oxuduğumuz ayələrin mənasını və məfhumun bilaq. Quran oxumanın adam mənasını da bilməsə əsəri var, səvabı var və əsəri də var. Amma o dərin əsər, o qalin-qeym əsər, o möhkəm əsər o zamandır ki, adam Qur'anın ayatını oxumağı həmrah, toəm با tədəbbür ola, fikrlə ola, adam onları düşünə, onların barəsində fikirləşə, dərindən fikr eləyə. O ayələrdən neçəsinə işarə edirəm. Buyurur ki, kitabun enzelnahu ileykə mübarəkun لیدبروا آیاته. Bu bir Qur'an bir kitabdır ki, bizim nazil eləmişik səni, xitabdır Peyğəmbər girami İslam'a, با xeyr و bərəkətdir. لیدبروا آیاته. تا insanlar, ta müsəlmanlar, ta bu Qur'an oxuyanlar tədəbbür eləsinlər, fikr eləsinlər. Bu ayatın məfahimin düşünsünlər və bilsinlər. Alfaz ayəni oxumağın bəli dedik əsəri var, səvabı var. Vəli onun mənasını biləndə nə əndazə əsəri qətən çox-çoxdur. Hədislərimizdə də bu var. Baz ayrı ayədə budur ki, oxudum ayə surə-i Saddə idi. Bu ayəni ki, ələn istəyirəm oxuyam. Qabaqçı ayə kitabun enzelnahu ileykə mübarəkun لیدبروا آیاته. Bu Sure-i Sadda 29. ayədir. Sure-i Muhammed sallallahu aleyhi və aleyhi və səlləmdə ayə-i 24-də buyurur ki, əfələ yətədəbbərunəl Qur'an əm ələ qulubin əqfaluha. Niyə tədəbbür eləmirlər Qur'anda? Əfələ yətədəbbərunəl Qur'an. Aya bunların qəlblərinə qıfıl vurulub? Qəlblərinə qıfıl vurulub? Xub, tədəbbür edər ayat. Qur'anda, hədislərimizdə çoxlu mورد təşviq və mورد təkiddir. Müntaha bu ayatda tədəbbür eləməkdən nəticə almağın bir para şəraiti vardır. Bir para şəraiti var, müqəddəməli var ki, adam o müqəddəmələri amadə eləsə, o şərait munda amadə olsa, onda o Qur'anda tədəbbür eləməklə, Qur'anın o mənalarında fikr eləməklə artıq zatlara əl tapar, yaxçı nəticə alar, yaxçı əsər götürər, yaxçı nuraniyyət kəsb elər. Binabərin, o zatlar ki, mani fəhmi Qur'andan insan gərək onları özündən uzaq eləyə, ta Qur'anı düşünə. Həmin o əfələ yətədəbbərunəl Qur'an əm ələ qulubin əqfaluha, o qıfılları açar. Bəzi zatlar var ki, insanın sinəsinin və ürəyinin qıfılır Qur'ana, qoymur Qur'anında nüfuz eləsin. Qoymur, qıfıllır qapısını, ürəyin qapısını bağlır. Nə tənha bağlır, qıfıllır. Onlar nədir? Onlar xislətlərdir. Rəzail əxlaqidir. Günahdır. Ki, günahların da, ümdə günahların da rişəsi bu rəzail əxlaqidir. Həsəd, riya, qeybət,
yalan və nifaq. Ayrı günahlar, ayrı günahlar. Qeybətin amili haman həsəddir. İnsan bir amili, qeybətin bir mühüm amillərindən biri həsəddir. Adam birinin parlamağını görənmir, birinin rüşdünü görənmir, birinin qabağa düşmanı görənmir, birinin hürmətin camiədə görənmir. Oturur onun dalısıcan bəd deyir, qeybət eləyir. Pəs biz istəsək Qur'andan yaxşı istifadə eləyək, tədəbbür eləməkdən Qur'andan yaxşı nəticələr aidimiz olsun, gərək Qur'anı düşünməyin, Qur'anı fəhm eləməyin manelerin, qıfılların açaq. Surə-i Vaqiədə 79-cu ayədə La yəməssuhu illəl mutahharun. Qur'anı ləms eləməz, məss eləməz, hiss eləməz, dərk eləməz, məgər pahlar, pak olunmuşlar, mutahharun. Onlar gözlərini pahlayıblar, paka çadıblar. Və kəzalikə Surə-i Qafirdə ayə 35-ci ayədir. Və kəzalikə yətbəullah əla kulli qəlbi mütəkəbbirin cəbbar. Bu ayənin tərcüməsi müfəssirlərin içində mərəkətül aradır. Demir əla kulli qəlbin. Və müxtəlif ehtimallar verilibdir. Ayənin tərcüməsi budur. Beləncaqdır. Ayə, Allah mühürlər mütəkəbbir və zor deyən cəbbar mevcudların və insanların qəlbinə. Əla kulli qəlb. Bütün qəlbin mühürlər. Bütün qəlbin mühürlər. De heç işıq yolu yoxdur bax. Bütün zülmətdir. İnsan bax təkəbbür bücürdür ha. Cəbbariyyət bücürdür ha. Haqqı qəbul eləmək bücürdür ha. Və kəzalikə yətbəullah əla kulli qəlbi mütəkəbbirin cəbbar. Müxtəlif tərcümələr var ha. Bu tərcüməyi ki mən elədim, bəziləri bu tərcüməni eləməyiblər, bəziləri də ehtimali bu özü mühüm ehtimaldır. Bütün qəlbinə mütəkəbbiri cəbbar, adamın bütün qəlbinə Allah mührü vurar. Bazı ayrı ayədə buyurur ki, İnnəmə yətəzəkkəru mən yunib. O tövbə eləyənlər, Allah tərəfinə qeydənlər, pahlar, onlar mütəzəkkir olarlar. Vaxtı ki bunlara bizzat deyildi, bunlara bəzi ayət oxundu, ya özləri oxudular, bunlara təzəkkür verildi, onlar mütəzəkkir olarlar, onlar bu təzəkkürü alarlar və təvəccüh elərlər. Ayat-ı Qur'anın təzəkkürün, Allah təbarəkə və teala'nın təzəkküratını alarlar və təvəccüh elərlər. Pəs, əraizimizin muxtəsəri və xülasəsi bu olar ki, Qur'an oxumağa həm bizim hədislərimiz, həm ərzən bozu ayat-ı şərifədə əmr olub, şəkli oxumağına necə oxuyacaq o da deyilib və əmr olub. Bu tilavət toəmi ba tədəbbür olsun və fikr eləmək olsun. O ayatın məanisin düşünmək diqqətlə, tədəbbürlə. Müntə bəzi zətlər məvani fəhmidir. Onlar bərtərəf olar. Ona da bəzi zətlərine işarə elədik ki, günahlar, rəzail fəhmin, Qur'anın fəhmindən mani edilir. Bunlar qoymazlar. Adam gərək bu maniləri bərtərəf eləyər. Bir adab-ı zahiriyə tilavət var, bir adab-ı batiniyə tilavət var. İnşallah bu ömrümüz baqi qalsa gələn cələsədə, bəli bir nüqtəyə də işarə eləyim. Qur'anda gecə ibadətinin ayrı bir aləmi vardı. Bu hədislərdə də var ha. Hədislərdə də vardı. Ayə-i şərifə-i ərzən bu huzur Surə-i Müzzəmmildə Zahirən 6-cı ayədir. İnnə naşəətəl leyl hiyə əşhəddu vətən və əqvəmu qila. İnnə naşəətəl leyl.
gecə ayılmaq, gecənin ayıq olmağı, gecənin ibadəti əşəddu vətən və əqvəmu qila. Allahdan danışmaq cəhəti ilə davamlı tərdir, möhkəm tərdir, qeym tərdir. Gecə ibadəti ayrı bir zatdır. Gecə ibadət olur. Xüsusən indi əlhəmdülillah mah-ı mübarəkcək məmulən ayığıq da səhərə yaxın. Buna Allahdan istəyək bizə tövfiq verə. Mah-ı mübarəkdən də sonra elə biraz sübhə qalmış ayıqlığımız ola. Mən bir dənə də hədis bu irtibatda oxuyum, biraz əraizim tamam. Rəca ibn Əbi Zəhhak bu şəxsiyyətdir ki, vaxtı Bəni Abbas istədilər İmam Rıza aleyhissalatu vesselami cədsindən xulafayı Bəni Abbas Mədinədən Xurasana bu məmurudur. Mədinədən ta Xurasana kimin? Həzrətin xidmətində idi və məmuru idi də Bəni Abbasın böyük baş məmuru idi. O deyir ki, İmam Rıza'nın bəzi zatların bu nəql eləyib. Kitab-ı Xəbar-ı Rızada bu vardı ki, İmam Rıza'nın fərmayışları bu kitabda cəm olubdur. Budur ki, Rəca ibn Əbi Zəhhak Mədinədən Xurasana ki, Həzrəti Samun el-Hücəzin məhzərində idi. Belə deyir. Bu Rəca ibn Əbi Zəhhak. Yuksirul leyl fi firashhi min tilavetul Qur'an. İmam Rıza ki gecə amad olardı istirahat eləsin, yatağına keçəndə çoxlu Qur'an oxuyardı. Var ulemanın da halatında var. Həm adam səhər Qur'an oxuya, həm gündüz, həm gecə yatmamışdan qabaq Qur'an oxuya. O adamın yuxusunu da mənəvi yuxu elər, aram yuxu elər. Kana yuksiru bil-leyli fi firashihi min tilavetil Qur'an fa iza marra bi ayetin fiha zikru cennetin aw nar baka. O ayət yetişən ki, cəhənnəm ayələridir, ya behişt ayələridir, İmam Rıza ağlardı orada və səəlallah əl-cənnə, Allahdan behişt istərdi və Allaha pənah aparardı otdan. Bu hədis oxudum İmam Rıza'nın gecə ibadətlərinə ki, bu da o ayə-i şərifə ilə ba həm bizə yaxşı kömək ola bilər, dərs ola bilər. O Surə-i Müzzəmmilin ayəsi ilə İnnə naşəətəl-leyl hiyə əşəddu vətən və əqvəmu qila. Və sallallahu ala Muhammed və alihi tahirin.